Hello everyone, herkese salamlar. Bugün sizlerle 8. sınıf İngiliz dil dersliğinden Unit 2'ni keçirik. Vocabulary Unit 2'de gördüğümüz gibi yemek hakkındadır mövzumuz. Deməli, müxtəlif ölkələrdən yəqin müxtəlif yeməklər danışacağıq və bəzi sözlər öyrənəcəyik. Çünki bölməmizin adı vocabulary'dir. Uşaqlar, deməli gəlin birinci bura gözəl yazaq vocabulary. Deməli gəlin başlayaq. Bu sözlər yazdığım sözləri qeyd dəftərinizə qeyd etməyi unutmayın. Deməli deyir ki, cavablar var. Deyir ki, nəsə burada nə deyir bizə? Mətni oxuyacağıq sadəcə. I love traditional Chinese cuisine. Birinci sözümüz cuisine'dir. Bir dəqiqə yazım, sonra tərcümə edeyim. Cuisine. Bir dəqiqə. Səhv yazdım. Cuisine mətbəx deməkdir uşaqlar. Mətbəx. Bildiyimiz mətbəx yox, yəni məsələn Azərbaycan mətbəxi, Türk mətbəxi. Deyir ki, mən milli Çin mətbəxini sevirəm. Which is one of the oldest in the world. Deyir hansı ki dünyada qədimdir. I prefer really hot spicy foods. Uşaqlar, spicy acılı deməkdir, ədviyyatlı. Spicy ədviyyatlı. Deyir ki, mən isti, acılı yeməkləri üstün tuturam. I love chili peppers and anything spicy. Deyir, mən çili belə qırmızı çili biberləri və ədviyyatları sevirəm. Mild foods taste too boring me. Bu yeməklər mənə sıxıcı gəlir. İkinci paragrafımızda my favorite food is definitely fried fish with lemons. Mənim sevimli yeməyim limonlarla balığı qızartmaqdır. I just love the aroma and the taste of fish and juicy lemon. Deyir, mən onun aromasını və balığın dadını və şirəli. Juicy burada şirəli deməkdir. Limonun şirəsi. Sevirəm. Juicy, şirəli. Juice şirəlidir, juice de şirəlidir. 6 niyə yazdım? 4. I think the flavors, bir dənə də sözümüz gəldi. Flavors. Flavors dadlar, ləzzətlər deməkdir. Dadlar yazıram. Deyir ki, mən düşünürəm ki, dadlar birlikdə qarşılanda gözəl alınır. Also, it doesn't take me long to prepare. Həmçində o məni hazırlamağa vaxt aparmır. It is really easy to make. Onu hazırlamaq həqiqətən asandır. All my friends like eating it when I have them over for dinner. Mən onlar üçün axşam yeməyi edəndə onlar bunu sevirlər. Üçüncü paragrafımızda görək nələr var. I really like trying new things all the time. Mən bütün vaxtlarda yeni şeylər deneməyə, yəni cəhd etməyi sevirəm. I have tried hundreds of dishes from almost every country. Mən hər ölkənin müxtəlif yüzlərlə yeməklərini denəmişəm. I love pizza, salad and mushrooms. Mən pizzanı, saladı və göbələkləri sevirəm. Göbələk supunu sevirəm. But my most favorite food is noodles. Amma mənim sevimli yeməyim noodle'dur. There is only one thing I have never tried and it is a raw meat. Deyir, bir dənə şey var, mən heç vaxt deneməmişəm. Burada raw sözün mənası çiğ deməkdir. Deməli, raw sözünün mənası çiğ. Deyir, mən çiğ ət deneməmişəm. I don't think it is a good idea to eat anything uncooked. Burada uncooked bişməmiş, çiğ deməkdir. Sinonim kimi götürülə bilər. Deyir, mən elə düşünmürəm ki, yəni bişirilməmiş yeməyə yemək yaxşı ideyadır. Digər paragrafımızda deyir ki, I prefer to eat only healthy foods, vegetables like broccoli and cauliflower because they contain vitamins and minerals. Burada contain sözü tərkibində olmaq deməkdir. Tərcümə eləyəcəm. Sadəcə sözümüzü yazaq ki, mən unuda bilərəm yazmağı. Tərkibində olmaq. Deyir ki, mən sadəcə sağlıqlı yeməkləri, yəni tərəvəzləri, yəni brokoli, gülkələm kimi yeməkləri üstünlüyü verirəm. Çünki onlar vitaminlərlə və mineralların tərkibindədir, yəni minerallardır.
I never eat fast food. Mən heç vaxt fast food yemirəm. Bu düzdür. Bu yaxşı mənim insanımdır. Fast food contains high levels of fat. Deyir ki, fast foodlar kökəlməyin, yəni tərkibindədir də, yüksək levelin tərkibindədir. Salt, sugar, duz, yəni pesox, yəni də sugar, yağ. In fact, I never eat fatty. Fatty nə deməkdir uşaqlar? 7-ci sözümüz fatty yağlı deməkdir. Yağlı yeməklər. Fatty yağlı. Bunları qeyd eləyin ha. Mövzumuz maraqlı mövzudur, yeməkdir. Ona görə də sözlər də maraqlıdır. Deməli deyir, mən heç vaxt yağlı yeməkləri, yəni məsələn toyuq qızartması və ya chipsi yemirəm. İndi gəldik sonuncu paragrafımıza. Görək sonuncu paragrafımızda nə sözümüz var? I love eating wraps. Wrap bilsiniz nə deməkdir? Dürmək. Eləyirsiniz evdə məsələn çörək və ya lavaş arasında. Wraps dürmək deməkdir. Sonra deyir ki, mən toyuqla dürmək, spices, lettuce, kahı deməkdir. Yazaq bunu da, lettuce, kahı, tomatoes, onions and garlic sauce. Deyir, mən deməli nəsə kahı, pomidor, soğan, sarımsaq sosu yeməyi sevirəm. There is a cafe near my school and I often eat wraps there. Wrap demirsiniz uşaqlar, wraps. Deyir, mənim məktəbimin yaxınlığında kafe var və mən həmişə tez-tez dürmək yeməyə gedirəm. I keep all these ingredients at home. Mən bütün ingrediyentləri evdə saxlayıram. When my friends visit me, mən nə vaxt dostum ziyarət edəndə, I prepare wraps for them. Mən onlar üçün dürmək hazırlayıram. Deməli, spread sözümüz var. Spread. Şunlar spread deməli nədir? Yaymaq deməkdir. Deyir ki, mən bütün ingredientləri çörək lavaşın üzərinə yayıram və roll it, onu yumrulayıram. Burada da roll yumrulamaq deməkdir. Nə olsun sadəcə qara sözlər var. Başqa sözlərimiz də var, bilmədiklərimiz. Yumrulamaq. Deməli, deyir və mən onu yumrulayıram. That's it. Bu qədər. Easy and yummy. Asan və dadlı. Aha, bu da bizim gözəl sözlərimiz. İndi baxın, bu gördüyümüz sözləri əgər kim, yəni ingilis dilini inkişaf etdirmək istəyirsə, bu sözlərin hamısını dəftərlərinə götürsün. Bunu görək ölçüsünü böyüdə bilərəmmi? Bir dəqiqə uşaqlar. Da qalsın. Deməli, bu gördüyünüz sözlərin hamısını dəftərinizə qeyd etməyi unutmayın. Saxlaya bilərsiniz videonu, baxa bilərsiniz. Deməli, burada ikinci sualda deyir ki, tapşırıq birdə qara hərfli sözlər var. Onların düzgün definitionlarını tapırıq. Cuisine dedik, mətbəx deməkdir. Deməli, burada cavabımız a style of painting olmayacaq. Painting rəngləmək deməkdir. Amma bizdə mətbəxə aiddir. Yəni, a style of cooking. Yemək pişirmənin stylı, belə deyək, B variantı. Spicy, ədviyyatlı, acılı deməkdir. Deməli, burada mənə cavabımız, deməli, if the food is spicy, it has chilies and hot spices. Deyir ki, əgər yemək ədviyyatlıdırsa, yəni onda isti şeylər, ədviyyatlar var, çililər var. Yəni, burada A variantıdır. Burada B variantı soyuq deyir. Yəni, bu səhvdir. Juicy şirəli deməkdir. Yəni, orada adının da bildiyim şirə var. If the food is juicy, it has a lot of juice. Flavor dadlar deməkdir. Yəni, burada ləzzətlər, dadlar. Burada how much food cost, yəni yemək nə qədər dəyərindədir. Yəni, nə qədər dəyərində olmaq, cost dəyəri olmaq deməkdir deyil. A variantıdır. How food or drink taste. Yəni, yemək və yaxud da içki necə daddığını. Raw çiğ deməkdir. Yəni, bişməmiş. Not cooked, bişməmiş. Well cooked, yaxşı bişmiş deməkdir. Contain tərkibində olmaqdır. Yəni, nəyisə içərisində daxil olmaq. Burada A variantıdır. If something contains something else, it has that thing inside it. Yəni, onun içərisində bunlar var. Məsələn, tərəvəzlərin içərisində
minerallar var. Yəni tərəvəzlər minerallar tərkibindədir. Fatty yağlı deməkdir. Yəni onun içərisində çoxlu yağ var. Fatty. If the food is fatty, it has a lot of fat. Spread yaymaq deməkdir. Dedik ki, yəni hər hansı bir şeyin üzərinə qoyursunuz, yayırsınız. Put things all over a surface variantı. Deməli, burada bir dəfə də pronunciationlar deyirəm, yadınızda saxlayın, yəni necə deyiləcəksiniz. Cuisine, spicy, juicy, flavor, raw, contain, fatty, spread. Okay, uşaqlar. Gəldik tapşırıq 3-ə. Deyir, ikinci tapşırıqdan istifadə etməklə cümlələri tamamlayaq. Sözləri qeyd edirsiniz artıq. Mən neçə dəqiqə saxladım. Exercise number 3. Deməli, birinci də verilib. Indian food usually contains a lot of spices. Deyir, İndiyan yeməkləri tərkibində çoxlu tərkibin daxildir, yəni acılılar. Pulov is şah of Azərbaycan cuisine. Deyir, pulov Azərbaycanın şah, yəni mətbəxinin şahıdır. Pulov. Deməli, mətbəx nə idi? Cuisine. Yəni bir də olacaq cuisine. Mən bu sözü niyə həmişə belə yazıram? Cuisine. İkincidə, in ancient times, qədim vaxtlarda people ate raw meat before they discovered fire. Deyir, onlar yanğın və ocağı kəşf etməmişdən əvvəl insanlar qədim vaxtlarda çiğ ət yerdilər. Yəni raw meat yerdilər. Üçüncüdə, the soup was too spicy for me. Deyir, yəni ədviyyatlı idi. O mənim ağzımı yandırdı. Yəni acı idi, ədviyyatlı idi, spicy. Dördüncüyə baxıram. Dördüncüdə deyir, for breakfast I often deyir ki, yəni həm səhərlər mən çörəyin üzərinə yağ və pendiri dürmək edirəm. Yəni wrap. I often wrap. Wrap da ola bilər. Elə wrapdir. Beşincidə, Robert is overweight. Deyir, o Robert ağır çəkilidir. His doctor asked him not to eat. Yəni yağlı yeməkləri tövsiyə eləmir də yesin. Yağlı nə idi? Fatty. Adından da bildiyi fatty, yəni kökəlmək, yağlı yeməklər. Niyə yazmıraq? Bir dəqiqə uşaqlar. Fatty. Altıncıda, I love cookies with them juicy of apricot and strawberry. Mən ərigin, aprikot və çiyələyin şirəsini pişirməyi sevirəm. Belə. Dedik ki. Burada you need if you want to taste the fruits, you need a flavor or... yox, burada flavor olacaq. Yəni, əriklə çiyələyin dadları olmalıdır. Yəni, ləzzətləri flavor olacaq. 7-də isə 7-də olacaq. You need a juicy orange. Yəni, şirəli portağal lazımdır sənə. Bu da bizim tapşırıq 3-ümüz. Növbəti nə gəlir? Reading gəlir. Ondan növbəti video izahda inşallah çəkərik. Ümid edirəm izahımı bəyəndiniz. İzləməyi və bəyənməyi unutmayın. Sağ olun, sağlıqla qalın.